ki, disk yırtığı hər bir insana görə xarakteri dəyişir. Bəzən pasiyent yaxınlaşır yanıma, deyir ki, bax bu videoda da məndəki də bu videodakı kimidir. Müalicə edin, belimi düzəldin, mənə verin, deyir. Mən deyim ki, bu müalicədəki adamı tanıyırsınız, deyir, yox. Deyirəm ki, məsələn, onun neçə milli olduğunu, belindəki yırtığı, həyat tərzini, ya da ki, nədən sonra bu ağrının olduğunu bilirsiniz, deyir, yox. Vüqarın disk yırtığı fərqli ola bilər, əlininki fərqli ola bilər və əlininki fərqli ola bilər. Niyə? Çünki həyat tərzimiz fərqlidir. Yəni, mənim üçün də disk yırtığında önəmli olan qism orada millinin ölçüsü böyük olması deyil. Yəni, yaratdığı semptomlar cərrahi dərəcədə olmamasıdır. Çünki bizlik bir durum varsa, biz cərrahi dərəcədə olmayan disk yırtıqlarına müalicə edirik. Təbii ki, artıq ayaqda keyləşmə gücsüzlük, sidik tuta bilməmə, orada böyük kanalı tutan bir stenoz varsa, bu zaman göndərir ki, nörocərrah öz fikrini bildirsin ki, konservativ müalicə edə bilərik ya, yox. Bu da bir mütəxəssislərin ətrafında dönən, nöroloji doktorunun, nörocərrahın, bizim fizioterapiya ilə bir yerdə təbii ki, bir müalicə proqramı seçirik. Standart protokol yoxdur, individual bir protokol var. Sadəcə burada mənim disk yırtığım daha şiddətli ağrılı olur, onunki niyə ağrısızdır? Sinir kompressiyası var və sizin ağrı eşiğiniz yüksək ola bilər və ağrıya həssasiyyətiniz yüksək olduğuna görə ağrını da daha ciddi çəkə bilərsiniz. Bəzən bir dostunuz var, onda 10 millidir, amma heç bir ağrı yoxdur, adam futbola fərqli xarakterdə özünü göstərə bilər.